Həzrəti Əli əleyhissalam Kəbə evinin ətrafında idi İmam Həsənlə. Gördü bir nəfər şəxs elə ağlayır, elə dua edir, elə yalvarır. Oğlu İmam Həsənə dedi ki, balam, get gör nə olub ona və çağır onu. Həzrəti İmam Həsən gəldi, ona çağırdı, dedi, atam çağırır. Peyğəmbərin əmisi oldu. Dedi, yaxşı gəlirəm. Gəldi. Gəldi dayandı Əleyhisselamın yanında, dedi ki, niyə, nə istəyirsən belə ağlayaraq, bu cür nə şəkildə, nalə edirsən, necə hacatın var mühüm. Dedi, ya Əmir əl-Müminin, bəli. Dedi, nə olub? Dedi, ya Əmir əl-Müminin, mən cavanlıqda çox pis övlad oldum. Zülm elədim atama. Pis işlərlə məşğul oldum. Atam hey məsləhət verdi, hey izah elədi. Amma mən bunlara rəğmən yenə də atama qulaq asmadım. Bir dəfə mənə yenə də izah verəndə hirsləndim. Hirsləndim, onu bir çubuqla başladım döyməyə. Onu Əleyhisselama deyir. Və döydüm atamı. Döyəndə atam çox narahat oldu. Çox narahat oldu və dedi ki, gedəcəm Kəbə evində səni nifrin edəcəm. Və durdu, gəldi Kəbə evində əllərini qaldırdı, məni nifrin elədi. O gündən mənim bədənimin yarısı iflisdir. Dedi, bəs sonra nə oldu? Dedi, mən səhvimi başa düşdüm. Bir müddətdən sonra bildim ki, o nifrindir məni bu hala salıb. Mən bədbəxt olmuşam. Ata nifrini belədir. Bəzi vaxtlar elə nifrini ruhu adamın iflici olar. Heç qabağa gedə bilmir. Ruh gedə bilmir də, inkişaf eləmir. Mənəvi kamal yoxdur. Ruhu iflicdir bunun. İndi bunun bədəni iflici olmuşdur.